Musa peyğəmbərin hekayəsi. Yaqub peyğəmbərin Kənan elindən gəlmiş oğullarına və onların nəslinə İsrail oğulları deyirdilər. Çünki İsrail Yaqub peyğəmbərin ləqəbi idi. İsrail oğulları bir müddət sonra varlandılar və yüksək vəzifələr tutdular. Bu səbəbdən də onların davranış tərzi başqa oldu. Yusuf peyğəmbərin vəfatından sonra onun Misirdə yaşayan tayfasının əxlaqı getdikcə dəyişməyə başladı. Onlar Allaha ibadət etməyi unutdular və dünyaya bağlandılar. İsrail oğulları özlərindən varlı olanlara hörmət edir, kasıbları isə təhqir edirdilər. Yerli əhali artıq onları başqa ölkədən gəlmiş qərib hesab edir və Misirdə yaşamalarını istəmirdi. Misir ölkəsinin fironu çox zalım idi. O Misirin yerli əhalisi olan Qibti tayfasından idi. Firon dünyanı hər şeydən üstün tutur və hökmdar olmaq üçün yarandığını düşünürdü. Onun qəddarlığı həddini aşmışdı. O hamıya "Mən aləmlərin Rəbbiyəm" deyirdi. Öz qüvvəsi, qəsrləri və mülkü ilə öyünür. "Misirin mülkü, ağaclar altından axan çaylar mənim deyilmi?" deyirdi. Hətta insanları ona səcdə etməyə çağırırdı. Firon ölkəsində yaşayanları kasıb və varlılara bölmüşdü. Kasıb və məzlumlara zülm edirdi. Qibti tayfasına aid olmadıkları üçün İsrail oğullarını da zülm və işgəncə altında saxlayırdı. Özünü ilah elan etmiş Firon öz sarayında cəh-cəlal içində yaşamağa davam edirdi. Bir gün ona çatdırılan pis xəbər buna mane oldu. Vəzir: "Ey Tanrımız, mən İsrail oğullarından bir dəstənin öz aralarında danışdığını eşitdim. Tezliklə Yusufun tayfasından bir oğlan dünyaya gələcək. Sənin taxt-tacın onun əli ilə dağıdılacaq," dedi. Vəzirin İsrail oğullarından eşitdiyi onların öz aralarında babaları Yaqub, İshak və İbrahimdən gələn kitablardan oxuduğu sözlər idi. Bu kitablarda Fironun səltənətinə İsrail oğullarından gələn bir oğlanın son qoyacağı barədə yazılmışdı. Firon bu xəbəri eşitdikdə qəlbi çırpındı. Çox düşündü, özünü çarəsiz hiss etdi. Bir qədər sonra düşüncələrdən ayrıldı. Üzünü onun əmrini hər zaman gözləyən əsgərlərinə tərəf çevirdi. Saraydakı sükutu öz qəzəbli səsi ilə pozdu. "Öldürün, İsrail oğullarının ailələrindəki bütün oğlan uşaqlarını öldürün," deyə əmr etdi. Bunu eşidən saray əyanları ona: "Sən bütün İsrail oğullarını öldürsən, sonra işlərini gördürmək üçün adam tapmayacaqsan," deyərək nəsihət etdilər. Bu nəsihət Fironun ağlına batdı. Beləcə qərarını dəyişərək əsgərlərinə ancaq yeni doğulan oğlan uşaqlarını öldürməyi əmr etdi. Firon özünü insanların ağası hesab edirdi. Düşünürdü ki, o istədiyini öldürüb, istədiyini də sağ buraxa bilər. Lakin Firon bilmirdi ki, Allahın vədi haqdır. Əgər Allah bir işin olacağına qərar vermişsə, o mütləq olacaqdır. Əsgərlər Fironun əmrini alan kimi Misirin küçələrinə səpələndilər. İsrail oğullarının təzə doğulan oğlan uşaqlarını tapıb öldürdülər. Fironun məmləkətində öz tayfasından olan insanlar, hətta dərələrdə və təpələrdə yaşayan vəhşi heyvanlar da rahat yaşayırdılar. Lakin İsrail oğulları içərisində doğulan uşaqlar isə ölümə məhkum idilər. Uşaqlar ata-analarının gözü önündə öldürülürdülər. İsrail oğullarının ailələrində yeni oğlan doğulduğu gün onlar üçün ən faciəli və kədərli gün olurdu. Firon tərəfindən göndərilmiş adamlar İsrail oğullarının yaşadığı ərazidə gəzib dolaşırdılar. Hamilə qadın gördükdə dərhal onu göz altına alırdılar. Qadının uşağı dünyaya gətirmək zamanı gəlib çatdıqda başının üstünü alırdılar. Qız uşağı doğulduqda çıxıb gedirdilər. Oğlan uşağı doğulduqda isə onu öldürürdülər. Bu vəziyyət bir neçə il davam etdi. Nil çayının sahilində İsrail oğullarından İmran adlı bir nəfər ailəsi ilə yaşayırdı. Ailədə Harun adlı bir oğlan uşağı böyüyürdü. Onlar həm də yeni doğulacaq övladlarını gözləyirdilər. İmranın arvadı çox üzülürdü. Yeni doğulacaq övladları oğlan olarsa, Fironun əsgərlərinin onu öldürəcəklərindən qorxduğu üçün
gözünün yaşı qurumurdu. Əri İmran ona təsəlli verir, Qorxma, Allah bizi qoruyar. deyirdi. Allahın istəyinin qarşısını heç nə ala bilməzdi. Allah Fironun qorxduğu hadisənin onun başına gəlməsini istəyirdi. Zəif olduqları üçün zülm edilən İsrail oğullarını yer üzündə güclü etmək istəyirdi. İsrail oğullarından bir oğlan doğulmalı, sağ qalmalı və böyüməli idi. Fironun əskərlərinin gözü nə qədər iti olsa da, Allah İmranın arvadının hamilə olduğunu onlardan gizlətdi. Günlərin bir günü İmranın arvadı oğlan uşağı dünyaya gətirdi. Uşağın adını Musa qoydular. Musa, Firon və onun əskərlərinin xəbəri olmadan böyüyürdü. Ana nə edəcəyini bilmirdi. Çarəsiz qullarına yardım edən Allah ona acıdı. Ona belə bir ilham verdi. Qorxma və kədərlənmə. Bir sandıq düzəlt və bu sandığa uzun ip bağla. Uşağı əmizdir. Təhlükə olanda uşağı sandığa qoyub çaya burax. İpi isə sahilə bərkit. Təhlükə sovuşduqdan sonra isə ipi çəkib uşağı götür. Ana beləcə 3 ay uşağını Fironun əskərlərindən qorudu. Amma bir dəfə o təhlükə hiss edib qorxdu. Uşağı sandığa qoyub çaya buraxdıqda ipi sahilə bağlamağı unutdu. Sandıq uşaqla birlikdə Nil çayı boyunca üzüb getdi. Musanın anası çox kədərləndi. Lakin Allah onu yenə də agah etdi ki, Kədərlənmə, biz onu sənə qaytaracağıq. Musanın anası Allahın vədinə inanırdı. Allahın öz bəndəsini qoruyacağına əmin idi. İnanırdı ki, çox keçmədən Allah Musanı ona qaytaracaqdır. Nil sahilində Fironun çoxlu sarayları var idi. Bir gün o Nil sahilində oturub ayağının altından axan çayı seyr edirdi. Həyat yoldaşı Asiya da onunla birlikdə idi. Birdən sarayın xidmətçiləri Nilin ləpələri üzərində oynayan sandığı gördülər. Əvvəlcə onlar bunun sandıq deyil, ağac kötüyü olduğunu düşündülər. Lakin yaxınlaşdıqca onun sandıq olduğunu gördülər. Qulluqçular sandığı çaydan çıxarıb Fironun xanımı Asiyaya gətirdilər. O sandığı açdıqda içərisində balaca bir oğlan uşağının olduğunu gördü. Ətrafda olan hər kəs çox heyrətlə "Nə gözəl uşaqdır." dedi. Asiya uşağı görən kimi qəlbində ona qarşı bir sevgi hiss etdi. Onu bağrına basıb öpdü. Firon heyrət içində həm körpəyə, həm də xanımına baxırdı. Firon və xidmətçiləri dedilər: Bu yəqin İsrail oğullarından biridir. Onu mütləq öldürmək lazımdır. Asiya körpəni müdafiə edərək: "Uşağı öldürməyin. Onu oğulluğa götürsək, ola bilsin bizə də fayda verər." dedi. Firon xanımının çox xoşbəxt olduğunu görüb ona etiraz edə bilmədi. Fironun sarayında həmin gün bir bayram abu-havası var idi. Hər kəs uşağı çox sevmişdi. Allah Musanı qorumaq üçün insanların qəlbində ona qarşı sevgi oyatmışdı. Bir qədər sonra körpə Musa möhkəm ağlamağa başladı. Uşağın ac olduğunu hiss edən Asiya onu əmizdirmək üçün saraya qadınlar çağırtdırdı. Misirin hər tərəfindən qadınlar gəldi. Çox qəribə idi. Uşaq qadınlardan heç birinin döşünü tutmur, ağlayırdı. Qadınlar Fironun xanımını sevindirib əvəzində böyük mükafat almaq üçün əllərindən gələni edirdilər. Hamının başı uşağa qarışmışdı. Bütün saray onunla məşğul idi. Hamı Asiyanın əmri ilə Musaya süd anası axtarırdı. Fironun xanımı Asiya təzə tapdığı körpəsi üçün sevinməkdə ikən, Musanın anası itirdiyi körpəsinin dərdini çəkirdi. Allah isə ona səbir verirdi. O sandığı çayın suları aparanda qızını körpəsinin dalınca göndərmişdi. Bacısı qardaşı Musaya uzaqdan uzağa göz qoymuşdu. Fironun qulluqçularının sandığı götürməsini görmüşdü. Beləcə Allah Musanı qorumuşdu. Nil çayının suları onu batırmamışdı. Üstəlik ailəsi də onun harada olduğunu öyrənmişdi. Bir gün Musanın bacısı bazarda ikən qardaşına süd anası axtaran qadınları gördü və onlara dedi: "Sizə bir süd anasının evini göstərəcəm. O uşağı əmizdirə bilər." Onlar ümidsiz halda Musanı da götürüb qızın ardınca getdilər. Anası Musanı qucağına aldı. Uşaq onun südünü iştahla yeməyə başladı. Körpə rahatlaşmışdı. Ətrafdakılar da buna çox sevindilər.
Xəbər Asiyaya çatdıqda Musanın anasını saraya çağırdı. Musanın yalnız bu qadının qucağında sakitləşməsinə hər kəs çox təəccüblənmişdi. Beləcə Allah öz mərhəmətini bir daha göstərdi. Ana və körpəsini bir-birinə qovuşdurdu. Artıq anası Musanı hər gün əmizdirib əvəzində Fironun xanımından mükafat alırdı. İsrail nəslindən olan İmran oğlu Musa Fironun sarayına daxil oldu. Zalimların qurduğu tələ nəticəsiz qaldı. Musa öldürülmədi. Üstəlik uşaqları öldürmək əmri verən Fironun və onun əsgərlərinin gözü qarşısında böyüdü. Onların gözü və hissiyatı nə qədər iti olsa da Musanın İsrail oğullarından olduğunu bilmədilər. Allah istəyirdi ki, uşaqların düşməni olan zalim Fironun mülkünü bu uşağın əli ilə dağıtsın. Nəhayət Musa süddən kəsildi və Fironun sarayında böyüməyə başladı. Allah öz nəzarəti ilə Musaya ən gözəl qidanı, geyimi və güzaranı bəxş etmişdi. Anası da artıq Musaya görə narahat değildi. İllər keçdi. Musa böyüyüb gənc bir oğlan oldu. Allah ona elm, ağıl, zəka verdi. Həm sarayda, həm də bütün Misirdə hər kəs ona hörmət edirdi. Musa hündür boylu və fiziki cəhətdən çox güclü idi. Musa məzlum və zəifləri himayə edir, onlara hər zaman kömək göstərirdi. Musa İsrail oğullarının məruz qaldıqları haqsızlıqlara dözə bilmirdi. Onlar ac ikən Firon əsgərlərinin nemət içərisində yaşadığını görürdü. Firona qəlbində nifrət edir, amma susurdu. Bir gün Musa 2 nəfərin dava etdiyini gördü. Onlara yaxınlaşanda gördü ki, biri yerli Misirli, digəri isə Kənan elindən gəlmə İsrail oğludur. İsrail oğlu Musanı görən kimi yalvardı ki, onu Misirlinin əlindən alsın. Musa Misirliyə mane olmaq istədi. Misirli Musanı yerə yıxıb İsrail oğlunun üstünə atıldı. Bu məqamda Musa yumruğu ilə Misirliyə bir zərbə vurdu. Misirli yerə yıxılıb öldü. Musa çox peşman oldu. Başa düşdü ki, bu şeytan əməlidir. O Allaha tövbə etdi. Allah Musanı bağışladı. Çünki Musa qəsdən adam öldürməmişdi. Misirlini sadəcə vurmaq istəmir, lakin zərbəsi güclü olduğu üçün o ölmüşdü. Musa Allahın verdiyi nemətlərə şükür etdi, heç vaxt günahkarlara arxa olmayacağına söz verdi. Hadisə qısa zamanda şəhərə yayıldı. Misirlilər hər yerdə öldürülən Misirlinin qatilini axtarmağa başladılar. Ertəsi gün Musa pərişan halda şəhərə çıxdı. Birdən dünən onu köməyə çağıran İsrail oğlu başqa bir Misirli ilə yenə vuruşduğunu gördü. O yenə fəryad qoparıb Musanı köməyə çağırdı. Bunu görən Musa ona dedi: Sən yenə də insanlarla vuruşursan? Sən doğrudan da yolunu azmış bir insansan. Musa tərbiyələndirmək məqsədi ilə onlara yaxınlaşanda İsrail oğullarından olan adam qorxdu və dedi: Ey Musa, dünən bir nəfəri öldürdüyün kimi məni də öldürmək istəyirsən? Sən yer üzündə ancaq zalim biri olmaq istəyirsən? Bu zaman Misirli başa düşdü ki, dünənki adamı da Musa öldürüb. O Fironun yanına qaçaraq dedi: Dünən Musa İsrail oğlunu müdafiə edərkən bir Misirlini öldürüb. Bu xəbərdən sarayda hamı bir-birinə qarışdı. Əskərlər hər yerdə Musanı axtarmağa başladılar. Hər tərəf Fironun əskərləri ilə dolu idi. Onların gözləri çox iti idi. Lakin sarayda Musanı çox sevən biri vardı. O Musanı taparaq sarayda baş verənləri ona danışdı. Ey Musa, əyanlar səni öldürmək barədə məsləhətləşirlər. Dərhal buradan çıx. Mən bunu sənə tövsiyə edirəm. Dedi. Musa Misirdə qalmasının təhlükəli olduğunu başa düşdü. Qorxu içində ətrafına göz qoya-qoya şəhərdən çıxdı. O təlaş içində idi. Hara gedəcəkdi? Fironun əskərləri Misirin hər tərəfini əhatəyə alaraq onu axtarırdılar. Musa Rəbbinə üz tutdu. Ondan yardım istədi. Ey Rəbbim, məni zalım qövmdən xilas et. Deyərək yalvardı. Musa Rəbbinin ona doğru yol göstərəcəyinə inanırdı. O Mədiyən şəhərinə üz tutdu. Musa günlərlə ayaqyalın və ac yol getdikdən sonra taqətdən düşmüş halda Mədiyən şəhərinə çatdı. Mədiyən Misir mədəniyyətinin olmadığı bir yer idi. Orada Misirdəki saraylar və bazarlar yox idi. Lakin insanlar Fironun zülmündən uzaq idilər və çox xoşbəxt yaşayırdılar.
Burada Allaha ibadət və ədalət var idi. Hər kəs Firon və onun əsgərlərindən qorxmadan rahat gəzirdi. Musa dincəlmək üçün Mədiyən şəhərinin ətrafındakı bir quyunun kənarında dayandı. Gördü ki, kişilər bir-birini itələyərək quyudan su çəkirlər. İki cavan qız isə onların arxasında dayanıb baxır. Qızların qarşılarında bir neçə qoyun var idi. Bu mənzərə Musanın qeyrətinə toxundu. Musa irəli çıxıb qızlardan soruşdu. Burada niyə durmusunuz? Qızlardan biri: Quyudan su çəkməliyik. Gözləyirik ki, kişilər getsin, sonra biz də qoyunlarımızı suvaraq. Atamız qocadır. Ona görə də qoyunları həmişə biz suvarırıq. Deyə cavab verdi. Musa dərhal quyudan su çəkib qoyunlara su içirtdi. O Mədiyəndə heç bir yeri və heç kəsi tanımırdı. Hara gedəcəyini bilmirdi. Beləcə kölgəyə çəkilib yenə də Rəbbinə üz tutdu və xeyir istədi. Qızlar qoyunlarına su içirdib evə həmişəkindən tez qayıtdılar. Ataları təəccüblənib səbəbini soruşduqda onlar baş verənləri danışdılar. Bu iki qızın atası ağıllı və salih bir qoca idi. O eşitdiklərindən məmnun qaldı. Demək ki, o gənc Allahı razı salmaq üçün sizə kömək etdi. Dedi. Sonra qızlarından birini gənci yanına çağırması üçün geri göndərdi. Qız utana-utana Musanın yanına gəlib dedi. Atam səninlə danışmaq istəyir. Sən həm də burada qəribsən. Yəqin ki, heç kəsi tanımırsan. Bizim əvəzimizə qoyunlara su verdin. Bu yaxşılığının haqqını ödəmək üçün atam səni yanına çağırır. Musa Allahın onun duasını qəbul etdiyini və ona doğru yol göstərdiyini artıq anladı. Dəvəti qəbul etdi və qızın arxasınca getdi. Qoca Şueyb onu güləriz qarşıladı. Bir qədər sonra Musa başına gələn əhvalatı ona danışdı. Qoca onu səbir və təmkinlə dinlədikdən sonra Qorxma, sən artıq zalım adamların əlindən xilas olmusan. dedi. Beləliklə Musa ən əziz və hörmətli qonaq kimi Şueybin yanında qaldı. Bir gün qızlardan biri atasına: Atacan, Musanı çobanlığa işə götür. O, etibarlı insan oxşuyur. dedi. Qızının bu sözü Şueybin ağlına batdı. Musanı yanına çağırıb dedi. Musa, özün görürsən ki, oğlum yoxdur. Artıq qocalmışam, iş görə bilmirəm. Məni işləməkdə kömək edəcək bir adama ehtiyacım var. Qızlarımdan birini sənə ərə vermək istəyirəm. Amma bunun üçün sən 8 il mənə çobanlıq etməlisən. Musa bu təklifi qəbul etdi. 8 il yanında işləmək şərti ilə onun qızlarından biri ilə evləndi. Şueyb də Allahın peyğəmbərlərindən idi. Mədiyəndə illər çox gözəl keçirdi. Lakin Musanın qəlbində Misrə qayıtmaq arzusu var idi. Həm də onun Şueyb peyğəmbərə söz verdiyi müddət artıq başa çatmışdı. Musa Mədiyəni tərk etmək istədiyi barədə öz arvadına dedi. Onlar Şueyb peyğəmbərlə vidalaşıb yola çıxdılar. Musa ailəsi ilə birgə yolunu Sina dağı tərəfdən saldı. Dağın ətəyinə çatanda hər tərəfi qaranlıq bürümüşdü. Musa yolunu azıb çaşbaş qaldı. Hansı tərəfə gedəcəyini bilmədi. Bu zaman onun gözünə dağ tərəfdən işıq saçan bir od göründü. Arvadına tərəf dönüb dedi. Burada dayan, məni gözlə. Uzaqda bir od gördüm. Gedim bir köz gətirim qızınaq. Musa od olan tərəfə getdi. Getdiyi yerin adı Tuva vadisi idi. Musa oda yaxınlaşdıqda sağındakı ağacdan qulağına bir səs gəldi. Ey Musa, həqiqətən mən sənin Rəbbinəm. Başmaqlarını çıxart, çünki sən müqəddəs Tuva vadisindəsən. Mən səni seçmişəm. Sənə vəh olunanı dinlə. Həqiqətən mən Allahım. Məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və məni xatırlamaq üçün namaz qıl. Bu Musanın və hər kəsin Rəbbi olan Allah idi. Musa onu görə bilmirdi. Ancaq səsini eşidirdi. Bu Allahın sözü idi. Musaya vəhy edirdi. Beləcə Allah Musanı peyğəmbər seçdi və ona yalnız Allaha ibadət etməyi əmr etdi. Musanın əlində əsası vardı. Onu özü ilə gəzdirir və ona söykənirdi. Allah dedi. Musa, əlindəki əsanı yerə at. Musa əsanı yerə atdı və o dərhal ilan olub sürətlə sürünməyə başladı.
İlan nəhəng idi. Musa ilanı görən kimi vahimələndi. Allah buyurdu: Götür onu, qorxma. O əvvəlki halına qayıdacaq. Musa onu tutan kimi əsa əvvəlki vəziyyətinə qayıtdı. Beləcə Rəbbi Musaya əsanı möcüzə olaraq verdi. Artıq Musa əsanı hər dəfə yerə atanda o ilana çevriləcəkdi. Rəbbi Musaya ikinci möcüzəsini də verdi. Musa əlini qoynuna qoyduqda o işıq saçırdı. Bu möcüzələr Musaya zalım Firona və onun sarayındakılara qarşı güclü olmaq üçün verilmişdi. Firon hələ də insanlara zülm edirdi. Allah isə yaratdığı insanların bir-birinə ziyan törətmələrini deyil, ədalətli olmalarını istəyirdi. Ona görə də Rəbbi Musaya Fironun yanına getməsini əmr etdi. Fironu zülm etməkdən çəkinmək və tək Allaha ibadət etməyə çağırmasını istədi. Musa Fironun qarşısına tək çıxmaqdan çəkinirdi. Çünki illər öncə onun tayfasından olan adamı öldürmüş və qaçmışdı. Həm də Musanın dilində kəkələmə var idi. Yaxşı danışa bilmirdi. Bir gün Musa: Ey Rəbbim, mənə güc ver, işimi yüngülləşdir. Dilimdəki düyünü aç ki, sözümü anlasınlar. Bir də qardaşım Harunu mənə köməkçi, işimə ortaq et. Qoy o mənə dayaq və arxa olsun. deyə dua etdi. Allah sevimli bəndəsi Musanın duasını qəbul etdi. Haruna da vəhy edib, ona da peyğəmbərlik verdi. Sina dağında olarkən Musa peyğəmbərə belə bir nida gəldi. Fironla yumşaq danışın. Onu haqqa dəvət edib deyin ki, biz səni yaradanın elçisiyik. Kim bizim dəvətimizi qəbul etməsə, onu ilahi əzab gözləyir. İki qardaş Musa və Harun Fironun yanına gəldilər. Musa Firona dedi: Allah mənə peyğəmbərlik verib. Biz Allahın elçisiyik. O bizi sənə doğru yola çağırmaq, imana dəvət etmək və zülm etməkdən əl çəkməyə tövsiyə etmək üçün bura göndərib. Firon bunları eşitcək özündən çıxdı. Sən övladlığa götürüb böyütdüyümüz, sonra Misirlini öldürüb qaçan Musa deyilsən? Musa təmkinlə cavab verdi. Sən məni saxlayıb böyütdüyünü başıma qaxırsan. Halbuki mənim öz evimdə deyil, sənin yanında böyüməyim sənin İsrail oğullarını kölə edib, oğlan uşaqlarını öldürməyin səbəbindən idi. Əgər sən İsrail oğullarının oğlan uşaqlarını öldürməyi əmr etməsəydin, anam məni çay atmazdı və mən də gəlib sənin sarayına çıxmazdım. Misirlini isə istəmədən öldürmüşəm. Mən bunun üçün Allahdan məni bağışlanmasını istədim. O da bağışladı, mənə peyğəmbərlik verdi. Firon çox hirslənmişdi. Hər kəlməsində Haqqında danışdığın və səni peyğəmbər edən Allah kimdir? deyirdi. Musa sakitcə: O göyün yerin Rəbbidir. O yer üzündə gördüyün hər şeyi yaradandır. Bütün insanları, səni və məni də o yaradıb. Hər birimiz yalnız ona ibadət etməliyik. deyirdi. Firon ətrafındakıların da Musaya qəzəblənməsini istədi. Musaya belə bir sual verdi. Deyirsən ki, əgər biz Allaha ibadət etməsək, o bizi cəzalandıracaq? Bəs onda bizdən əvvəlki yaşamış nəsillərin halı necə olacaq? Amma Musa çox ağıllı idi. Firona belə dedi. Onlar haqqındakı bilgi Rəbbimin yanında olan kitabdadır. Rəbbim nə xəta edir, nə də unudur. Firon qəzəblənib Musanın sözünü kəsmək istədi və dedi: Ey xalqım, məgər Misir səltənəti və yerin altından axan bu çaylar mənim deyilmi? Məgər görmürsünüzmü bütün Misirin sahibi mənəm? Musanın onun dediklərinə qəzəblənməməsi Fironu daha da özündən çıxardı. Əgər məndən başqasına itayət etsən, səni zindan atacağam, dedi. Musa peyğəmbər Fironun sarayında böyümüşdü. Firon onu çox yaxşı tanıyırdı. Onun əxlaqlı və tərbiyəli olduğunu bilirdi. Həmişə doğru danışdığını da bilirdi. Amma Fironluğu onun dediklərinə iman gətirməsinə mane olurdu. Firon dedi: Əgər dediyin kimi peyğəmbərsənsə, bizə bir möcüzə göstər. Musa peyğəmbər Allahın izni ilə əlindəki əsanı yerə atdı. Əsa yerə düşər-düşməz qorxulu ilana çevrildi. Sonra Musa əlini qoynuna salıb çıxardı. Əli ay kimi parıldayıb nur saçdı. Əsa belə vahiməli ilana çevrilə bilərdimi? İnsan əli belə işıq saça bilərdimi? Firon və saray ayanları heyrətlə onlara baxır
Musanın sehirbaz olduğunu güman edirdilər. Firon bu möcüzələrdən ibrət götürməyib dedi: Musa, sən bir sehirbazsan. Bizə göstərdiyin isə sehirdən başqa bir şey deyil. Sən öz sehrinlə bizi torpağımızdan çıxarmaq istəyirsən. Bizim də sənin kimi məharətli sehirbazlarımız var. Elə isə mənim ölkəmin sehirbazları ilə yarışacaqsan. Baxaq görək, onlara qalib gələ biləcəksənmi? Musa peyğəmbər Fironun bu təklifini qəbul etdi. Sehir yarışması üçün gün təyin edildi. Fironun dövründə Misirdə sehir sənəti geniş yayılmışdı. Ölkədə elə sehirbazlar var idi ki, öz əməlləri ilə adamları heyran qoyurdular. Firon onlara arxalandığı üçün Musanı yarışa dəvət etmişdi. Firon sehirbazların Musaya qalib gələcəklərinə əmin idi. O sehirbazları yanına çağırtdırıb Mütləq Musaya qalib gəlməlisiniz, dedi. Onları mükafatlandıracağına söz verdi. Nəhayət gözlənilən gün gəlib çatdı. İnsanlar səhər tezdən evlərindən çıxıb dəstə-dəstə meydana axışdılar. Məmləkətin hər yerindən sehirbazlar cəm olunmuşdu. Çox keçmədən Musa və Harun da gəldilər. Firon saray əhli ilə gəlib çıxdı. Yarış başlandı. Hər kəs səbirsizliklə kimin qalib gələcəyini gözləyirdi. Sehirbazlar Musaya tərəf dönərək Öncə kim başlasın? deyə soruşdular. Musa Siz başlayın. dedi. Sehirbazlar əllərindəki kəndir və əsalarını yerə atdılar. Bu alətlər qabaqcadan batırdıqları maddənin təsiri ilə tərpəndi. Cəmaata elə gəldi ki, onlar yerdə sürünən diri ilanlardır. Bunu görən Musanı bir anda vahimə bastı. O qorxurdu ki, möcüzəsini göstərənə qədər insanlar sehirbazların bu yalan sehrinə aldanarlar. Çünki Musa möcüzəsini göstərmək üçün Allahdan əmr gözləyirdi. Nəhayət Musanın Rəbbi ona: Qorxma, sən onlardan üstünsən. Onların etdikləri sadəcə bir sehirdir. Əlindəki əsanı yerə at, dedi. Musa əsanı yerə atdı. Əsa bir anda nəhəng yılana çevrilib, sehirbazların kəndir və alətlərini sümürüb utdu. İlanın ayaqları, uzun boğazı və qorxunc başı var idi. İnsanlar ondan qorxub kənara çəkildilər. Musa ilana əl vuran kimi o yenə də əsaya çevrildi. Sehirbazlar Musanın bu möcüzəsi qarşısında məğlub oldular. Onlar Musanın sehirbaz olmadığını, Allahın elçisi olduğunu anladılar. Musa möcüzələrini Rəbbinin köməyi ilə etmişdir. Biz Musa və Harunun elədiklərinə iman gətiririk, dedilər. Musa və Harunu Rəbbi qarşısında diz çökdülər. Firon sehirbazlara çox hirslənmişdi. Məndən izinsiz ona iman mı gətirdiniz? Şübhəsiz, o sizə sehir öyrədən böyüyünüzdür. Yəqin ki, əvvəlcədən Musa ilə sözləşmisiniz. Hamınızı cəzalandıracağam, deyərək qışqırdı. Sehirbazlar isə bizə istədiyin cəzanı verə bilərsən. Artıq həqiqəti öyrəndik və bugündən Musanın yolunu tutub bir olan Allaha iman gətirəcəyik, dedilər. Onlar zalım Firondan qorxmadılar, dediklərindən dönmədilər və Musanın ətrafında toplandılar. Çünki bilirdilər ki, Allahın onlara vəd etdikləri Fironun verdiyi bəxşişlərdən daha xeyirli və əbədidir. Firon sehirbazları çarmıxa çəkdirəcəyi ilə hədələsə də onlar çox xoşbəxt idilər. Çünki illərcə qəlblərində olan imansızlıq qaranlığı bu gün nura çevrilmişdi. Zalım Firon inadından dönmədi. Sehirbazları çarmıxa çəkib əzab verərək öldürdü. Firon həyat yoldaşı Asiyanın da Musanın Rəbbinə iman etdiyindən xəbər tutmuşdu. Bu Fironu heyrətə salan və çox qəzəbləndirən hadisə idi. O, Asiyanı Allaha imandan vaz keçməyə məcbur etmək istədi. Ona işgəncə və əzablar verdi. Asiya əsla dönmədi. Əksinə dua edib dedi: Ey Rəbbim, mənə öz yanında, cənnətdə bir ev tik. Məni Firondan və onun əməllərindən xilas et. Məni zalım adamlardan qurtar. Firon Asiyanın öz inancından vaz keçməyəcəyini anladıqda onu da öldürtdü. Misir yaşıl zəmilərlə, faydalı bitkilər və nemətlərlə dolu zəngin bir diyar idi. Böyük Nil çayının suları Misirin zəmilərini, bağ-bostanlarını suvarırdı. Firon və Misir əhli Nil çayının ruzi mənbəyi hesab edirdilər.
Bu ruzini onlara Allah vermişdi. Nil çayı da Allahın əmri ilə axırdı. Lakin onlar Allahın verdiyi bu nemətlərə görə şükür etmirdilər. Meydanda baş tutan sehir yarışmasından sonra İsrail oğullarına qarşı zülmlər daha da artmışdı. Firon Musaya inananları zindana salıb onlara işgəncə verdirirdi. Allah yer üzündə zülm edənləri sevmir. Ona görə də Allahın istəyi ilə günlərin bir günü göy üzündən bol yağış yağdı. Nil çayı coşub daşdı. Qorxulu bir sel taxıl zəmilərini batırdı. Əkin sahələrini yuyub apardı. Bir qədər sonra Misirin gözəl bağlarına çəyirtkə sürülərinin axını başladı. Onlar taxıl zəmilərini, bağ-bostanda əkilən bütün bitkiləri yedilər. Hətta insanlara belə daraşırdılar. Fironun əsgərləri onları məhv etməkdə aciz qaldılar. Firon hələ də insanlara zülm verməyə davam edirdi. Çox keçmədi ki, Nil çayında minlərlə qurbağa çıxaraq şəhər və kəndlərin küçələrinə, evlərə, hətta insanların qab-qacaqlarına və yataqlarına doldu. Misirlilər sel basqını, çərtkə, qurbağa təcavüzündən sonra gənələrin basqınına məruz qaldılar. Gənələr onların döşəklərinə, paltarlarına və saçlarına daraşmışdı. Günlərin bir günü Misirlilər Nil çayından su götürmək istədikdə su əvəzinə qan gördülər. Bütün bu bəlalar Misirlilərin yuxularını da qaçırmışdı. Misirdə yaşayan və Musa ilə eyni tayfadan olan Qarun adında çox zəngin bir adam vardı. Musa ilə həm tayfa olmasına baxmayaraq onların dediklərinə iman gətirmirdi. Hətta həm tayfası olan İsrail oğullarına da əziyyət verirdi. Onun sərvətinin həddi hüdudu yox idi. Allah ona elə xəzinələr vermişdi ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama ağır gəlirdi. Qızılı, mal və mülkü o qədər çox idi ki, saymaqla bitməzdi, xərcləməklə tükənməzdi. Onun xəzinəsinin dəyərini nə özü, nə də yaxınları bilirdi. Bütün bunlara baxmayaraq Qarun qəlbən kasıb idi. Çünki Allaha inanmırdı, mərhəməti və şəfqəti yox idi. Mal dövlətinə güvənib, insanlar arasında məğrur gəzirdi. Firon kimi o da hər kəsə əziyyət verirdi. Bir gün Musaya inanan Misirlilər zalım Qaruna nəsihət vermək istədilər. Ona: Öyünmə, Allah öyünənləri sevmir. Dünyaya aldanma, mal, mülk gəlib keçəndir. Sənə mal, mülk verən Rəbbinə qulluq et. Allah sənə yaxşılıq etdiyi kimi, sən də başqalarına yaxşılıq et. İnsanlara zülm etmə. Dedilər. Qarun isə cavabında dedi: Bu mülk mənə, məndə olan biliyə və fərasətə görə verilmişdir. Zalım Qarun onu doğru yola çağıranlara qulaq asmadı. Ondan daha qüvvətli və daha çox var-dövlət yığan kəsləri Allahın daha öncə necə məhv etdiyini bilsə də qüruru onu aldatdı. Qarun həmişə qızıl və bahalı daş-qaşla bəzədilmiş geyimdə gəzirdi. Onun gözləri qamaşdıran görünüşünə və geyiminə aldanan bəzi adamlar Kaş ki, biz də onun kimi varlı olardıq. deyə ah çəkirdilər. Ağıllı olanlar isə Qarun kimi varlı amma mərhəmətsiz olmaqdansa, kasıb amma Allaha inanan və mərhəmətli insan olmaq daha yaxşıdır. deyirdilər. Bir səhər insanlar oyandılar və Qarunun saymaqla bitməyən sərvətinin yaşadığı sarayı ilə birlikdə yerə batdığını gördülər. Kaş ki, onun yerində olardıq. Deyənlər artıq Qarun kimi olmağı arzulamışdıq. Amma indi o sərvəti ilə birlikdə torpağın içində batıb. Yaxşı ki, onun kimi olmamışıq. deyirdilər. Firon Misir əhalisini Musanın dinindən yayındırmaq üçün bütün hilələrə əl atdı. Lakin hilələri boşa çıxdı. Hər üsulla Musanı gözdən salmaq istədi, lakin bacarmadı. Bunu görən saray əyanları Firona Musanı öldürməyi təklif etdilər. Zalım Firon Musanı öldürmək qərarına gəldi. Bu əmri vermək istədikdə iman gətirdiyini gizlədən Fironun əmisi oğlu dedi: Siz bir kəsi Rəbbim Allahdır dediyinə görə öldürəcəksiniz. Halbuki o Allahın verdiyi möcüzələri sizə göstərdi. Ey xalqım, bugün yer üzündə hökmranlıq sizin əlinizdədir. Bəs əgər Allahın əzabı gəlsə, sizi ondan kim qoruya bilər? Daha öncə Yusuf peyğəmbər sizə açıq-aydın möcüzələr gətirmişdi.
Siz onun gətirdiklərinə inanmadınız. O, vəfat etdikdə Allah ondan sonra elçi göndərməyəcəkdir dediniz. Mən sizdən əvvəlki Nuh, Ad və Samud tayfalarının başına gələnlərin sizin də başınıza gələcəyindən qorxuram. Firon iman gətirmiş, bu kişinin sözünə məhəl qoymadı. Əksinə daha da azğınlaşıb vəzirinə dedi: Ey Haman, mənim üçün bir ucaqala tik ki, bəlkə göylərin yollarına çatım və Musanın Allahını görüm. Həqiqətən mən Musanı yalancı sayıram. Mömin kişi isə insanlara müraciət etməkdə davam edirdi. Ey xalqım, mənim ardımca gəlin, sizi doğru yola çıxarım. Kim pis bir iş tutsa, o öz işinin həddi qədər cəza alar. Həqiqətən Allah bəndələrini görür. Deyirdi. Zalım və özündən razı Firon yenə də doğru yola gəlmədi. Musa peyğəmbərin göstərdiyi möcüzələrə baxmayaraq, nə Firon, nə də tərəfdarları iman gətirmədi. Misirin yerli əhalisindən yalnız Fironun həyat yoldaşı Asiya, Fironun əmisi oğlu, Musanın şəhərdən qaçmasını ona tövsiyə edən bir Misirli və bəzi sehirbazlar iman gətirdilər. Firon illərlə özünü ilah saymış, cəmaatı da buna inandırmışdı. Ona görə də öz-özünə: Musanın sözlərindən belə çıxır ki, mən də hamı kimi bir insanam. İşə bax ha, bu heç mümkündürmü? deyirdi. Beləcə, qəddar və dikbaş Firon öz dinsizliyində inad göstərib İsrail oğullarına qarşı etdiyi zülmü daha da artırdı. Musanın tayfasından olan adamların dolanışığı gündən-günə ağırlaşırdı. Burada həyat onlar üçün çox cansıxıcı idi. Misir, İsrail oğulları üçün bir zindana çevrilmişdi. Nəhayət bir gün Fironun əlindən cana gəlmiş adamlar Musanın yanına gəlib dedilər: Sən bizə peyğəmbər gəlməzdən əvvəl də, sonra da Firon bizə əziyyət verirdi. Musa isə onlara təsəlli verib: Allahdan kömək diləyin və səbr edin. Şübhəsiz ki, yer üzü Allahındır. Ola bilsin ki, Rəbbiniz düşməninizi məhv edəcəkdir. Firon və əsgərləri artıq Musanı öldürmək üçün planlar qururdular. Allah Musaya və Haruna əmr etdi ki, onlara inananlarla birlikdə gecə yola çıxsınlar. Allaha inanan insanlar hazırlaşdılar. Yol üçün tədarük görərək gecənin qaranlığında Musa ilə birlikdə Misirdən uzaqlaşdılar. Onlar Şama tərəf yol aldılar. Musa İsrail oğullarını 12 qrupa böldü. Hər qrupa bir başçı təyin etdi. Ertəsi gün İsrail oğullarını görməyən Misirlilər Fironun yanına gələrək onların qaçdığını xəbər verdilər. Firon dərhal qoşun götürüb İsrail oğullarının ardınca getdi. İsrail oğulları bir müddət getdikdən sonra gəlib Qırmızı dənizin sahilinə çatdılar. Dəniz coşub daşır, dalğalar kükrəyərək qorxunc bir mənzərə yaradırdı. Elə bu an uzaqdan Fironun qoşunu göründü. Onlar Musa peyğəmbərin dəstəsinə çatmaq üzrə idilər. Cəmaatı vahimə bürüdü. Musanı qınamağa başladılar. Firon bizi tutub öldürəcək. İndi nə edək? Misirdə əziyyət çəksək də birtəhər yaşayırdıq. İndi isə Musaya görə məhv olacağıq. Dedilər. Musa isə: Qorxmayın, sizi Fironun zülmündən qurtaran Rəbbim mütləq bir yol göstərəcəkdir, dedi. İsrail oğulları Musaya inanmır, ağlayıb sızlayırdılar. Qarşılarında dəniz, arxalarında isə Fironun əskərləri var idi. Necə sağ qala bilərik? Necə qurtula bilərik? deyə fəryad edirdilər. Onlar Musanı belə qınayarkən Allah öz peyğəmbərinə: Əsanı dənizə vur, deyə buyurdu. Musa əsasını vuran kimi dəniz yarıldı. Allah küləyə əsməsini əmr etdi. Dənizin dibində qupquru torpaq göründü. Qarşılarında yol açıldı. Sular yolun iki yanında dağ kimi yüksəldi. İsrail oğulları heyrət və çaşqınlıq içində idi. Musa və ardınca gələnlər açılan yoldan keçdilər. Bu zaman Firon və əskərləri də dənizə yaxınlaşmışdılar. İsrail oğullarının sonuncusu sahildən çıxdı. Musa əsasını vurub dənizi əvvəlki halına qaytarmaq istədi. Amma Allah dənizi olduğu kimi saxlamağı əmr etdi.
Dəniz Fironun və ordusunun üzünə açıq idi. Firon lovğalıqla qoşununa dedi: Görürsünüzmü? Dəniz də mənim iradəmə tabe olub bizə yol verdi. İndicə qaçmış qullara çatıb onları tutarıq. Qoşun bu qəribə mənzərəni görüb Fironun dediklərinə inandı. Onlar bir anda sel kimi dənizə axışdı. Sahilə çıxmaq istədikdə Allah Musaya əsasını dənizə vurmağı əmr etdi. Musa əsanı vurduqda dəniz suları birləşərək Firon və əsgərlərini suya qərq etdi. Firon yalnız dalğaların qoynuna düşdükdə öz zəifliyini anladı. Bildi ki, gücsüz və zəif bir adamdır. Bu qorxunc ölüm anında çarəsiz qalıb. Mən də Musanın tanıdığı tək Allaha iman gətirirəm, deyə pıçıldadı. Allah ona iman gətirməyən, ibadət etməyən, saysız qanlar tökmüş, insanların başına bəlalar açmış bu zalım bəndəsini bağışlamadı. Onu öz çirkin əməllərinin cəzasına çatdırdı. Firon və əsgərləri suda boğuldu. Minlərlə günahsız uşaq, kişi və qadının ölümünə səbəb olan özündən razı zalım Firon məhv oldu. Beləcə onlar səfalı bağlar, çeşmələr qoyub getdilər. Əkinlər, möhtəşəm yerlər və içində həzz aldıqları nemətləri qoyub getdilər. Bax belə, Allah o nemətlərə başqalarını varis etdi. İsrail oğullarından bəziləri Fironun ölümünə inanmırdılar. Çünki Firon heç zaman ölməz, deyirdilər. Allah elə elədi ki, dəniz onun cəsədini sahilə çıxardı. İsrail oğulları onun cəsədini əynindəki zirehli geyimindən tanıdılar. Bununla da onlar Fironun ölümünə inandılar. Firon və onun qoşunu suya qərq olduqdan sonra Fironun bütün mülkü məhv oldu. Misir torpaqlarında yalnız sadə insanlar qaldı. Musa və onun tayfası sağ-salamat quruya çıxdılar və rahat nəfəs almağa başladılar. Onlar artıq Allahdan başqa heç nədən qorxmurdular. Nə Firondan, nə də onun əsgərlərindən. Rahat və əminamanlıq içində Şam diyarına doğru yollarına davam etdilər. İsrail oğulları şəhərdə yaşayan və şəhər şəraitinə öyrəşən bir tayfa idi. Buna görə də günəş altında yol getmək onlar üçün çətin idi. Onlar Allahın qonaqları idi. Hər kəs öz qonağına hörmət edir. Allahın hörməti isə daha yaxşıdır. Allah göydən bir bulud göndərdi və bu bulud onlara kölgə salmağa başladı. Bulud onlarla birlikdə hərəkət edir, onlar dayandıqda isə dayanırdı. Beləliklə İsrail oğulları kölgədə rahat getməyə başladılar. İsrail oğulları yolda inək surətində büt düzəldib ona ibadət edən bir tayfaya rast gəldilər. Onlardan bəziləri ibadət etmək üçün Musadan büt düzəltməsini istədilər. Musa onlara Allahın bəxş etdiyi nemətləri xatırlatdı. İbadətə yalnız Allahın layiq olduğunu söylədi. İsrail oğulları bu istəklərinə görə peşman olub yollarına davam etdilər. İsrail oğulları uzun müddət Fironun əsarəti altında yaşamışdılar. Vətənsiz, məskənsiz qalmışdılar. Fironun onlara əzab-əziyyət verməsi və qul kimi işlətməsi onlarda qorxaqlıq və zəlillik kimi xüsusiyyətlər yaratmışdı. Döyüşmək istəmir, əziyyətdən qaçırdılar. Ancaq yemək, içmək və rahat yaşamaq istəyirdilər. Şam torpaqlarında imansız və zalım insanlar yaşayırdı. Musa İsrail oğullarının zalım insanları qovub orada məskən salmalarını, bu torpaqlarda azad və firavan yaşamalarını istəyirdi. Musanın bu istəyini eşitdikdə İsrail oğulları ölmək istəmirik, deyə fəryad etdilər. Bu torpaqlarda yaşayanlar həm güclü, həm də zalımdılar. Biz onlara qalib gələ bilmərik. Əgər özləri yurdlarını tərk etsələr, onda onların torpaqlarına girərik, dedilər. Musa İsrail oğullarının təbiətindəki qorxaqlığı və zəifliyi bilirdi. Buna görə də İsrail oğullarını döyüşməyə həvəsləndirmək, onlarda cəsarət oyatmaq istədi. Onlara Allahın verdiyi nemətləri xatırlatdı. İsrail oğullarını üstün edib, onlardan neçə-neçə peyğəmbərlər seçdiyini yadlarına saldı. Allahın dənizi necə yardığını, Firon və ordusu daha güclü olduğu halda onlara necə qalib gəldiklərini xatırlatdı. Lakin xalqının narazılığı davam edir
Bu isə Musanı çox kədərləndirirdi. Musa xalqının bağışlanması üçün dəfələrlə Allaha yalvarmışdı. İndi isə bütün cəhdlərinin boşa çıxdığını, İsrail oğullarının Allahın bəxş etdiyi nemətləri unutduqlarını görürdü. Beləcə, Şam torpaqlarında zalım insanlarla döyüşmək istəmədiklərinə görə Allah İsrail oğullarına cəza verdi. Onlar azıb 40 il Tih səhrasında qaldılar. Allah Musaya öz xalqına Sina dağına doğru getməyi əmr etdi. Musa peyğəmbər öz xalqı ilə günlərlə yol getdi. Onlar heç bir canlının olmadığı bir çöldə çarəsiz qaldılar. Acmış insanlar Musaya şikayətlənməyə başladılar. Onlar: Ey Musa, sən bizi bol-bol meyvələri və tərəvəzləri olan torpaqlardan çıxardın. İndi biz nə yeyəcəyik? Acından öləcəyikmi? deyirdilər. Buna görə Musa Rəbbinə dua etdi. Bütün canlıları yedizdirən Rəbbi onlara ləzzətli ruzi göndərdi. Göydən yedikcə dadından doyulmayan bildirçin və manna indirdi. İsrail oğulları hər səhər bitkilərin üzərində şehdən düzəlmiş, pambıq kimi yumşaq və şirin manna görürdülər. Onlar mannadan çörəyə oxşar, ağ rəngdə şirin qida hazırlayırdılar. Hər axşam isə kolların üzərində bildirçinlərin oturduğunu görürdülər. Çox rahatlıqla bu bildirçinləri ovlayıb yeyirdilər. İsrail oğulları su istədikdə Allah Musaya buyurdu ki, əsanı daşa vursun. Musa əsanı vuran kimi daşın 12 yerindən buz kimi sərin və dadlı su fışqırdı. İsrail oğulları 12 ailə idi. Hər bir ailə bu sudan doyunca içdi. Günlər beləcə keçib gedirdi. İsrail oğulları əllərində olanlarla kifayətlənmək istəmirdilər. Hər şeydən çox tez bir zamanda bezirdilər. Bir gün onlar Musanın yanına gələrək: Sən bizi öz yurdumuzdan çıxarıb bura gətirdin. Aylardır ki, bildirçin və manna yeyirik. Amma indi ölkəmizdə olsaydıq, hər cür yemək və tərəvəzimiz olardı. Biz mərcimək, soğan, xiyar və sarımsaq yemək istəyirik. Dedilər. Musa onların bu sözünə qəzəbləndi. Siz xeyirli olan nemətlərin daha xeyirsiz olanlarla əvəz olunmasını istəyirsiniz? Sizin bu istəkləriniz hər şəhərdə, hər kənddə var. Elə isə şəhərə girin. Şübhəsiz ki, orada istədiyinizi taparsınız. Amma Allahın sizə endirdiyi yemək isə heç yerdə yoxdur. Dedi. Beləcə İsrail oğulları Musadan hər hansı bir kənddə məskunlaşmağı istədilər. Allahın izni ilə bəyəndikləri bütün nemətlər var idi. Onlar kəndə daxil olarkən bağışlanmaları üçün dua və səcdə etməli idilər. Allahın bu əmri İsrail oğullarını qəzəbləndirdi. Nankorluq edib qapıdan səcdə və dua edərək daxil olmadılar. Əksinə arxaları üstə sürünərək və istehza edərək daxil oldular. Allah da bu əməllərinə görə onlara göydən əzab endirdi. Onlar vəba xəstəliyinə tutulub bir-bir ölməyə başladılar. Musa Sina dağında 40 gün qalmalı, oruc tutub ibadət etməli idi. Bu vaxt ərzində Allah ona üzərində əmr və qadağalar yazılmış daş lövhələr göndərəcəkdi. Musa xalqının yanına qayıdıb bu lövhələri onlara çatdıracaqdı. Xalqı da Allahın bu qanunları ilə dünyada yaşayacaqdı. Çünki İsrail oğullarına yol göstərən, onları zülmətlərdən nura çıxaran bir kitaba ehtiyac vardı. Allah da İsrail oğullarının əvvəlki tayfalar kimi azmasını istəmirdi. Allah İsrail oğullarının doğru yolda olmasını istəyirdi. Doğru yolda olmaq üçün isə Allahın göndərdiyi kitabda yazılanlara əməl etmək lazım idi. Musa səfər üçün hazırlaşdı. Qardaşı Harunu xalqının yanında qoydu, sonra isə Sina dağına çıxdı. Musa peyğəmbər Sina dağında 40 gün qaldı. Orada oruc tutdu, Allaha ibadət etdi. 40 günün sonunda Rəbbi Musa ilə danışdı. Musa bütün qəlbi ilə iman etdiyi Rəbbinə: Uca Allahım, səni görmək istəyirəm. Mənə özünü göstər. deyə yalvardı. Rəbbi isə Musaya: Məni gözlərinlə görə bilməzsən. Buna bu dünyada gücün çatmaz. Dağa bax, əgər dağ yerində dura bilsə, sən də məni görə bilərsən.
dedi. Musanın Rəbbi dağa göründükdə dağ şiddətlə sarsıldı. Bir anda paramparça oldu. Musa peyğəmbərin az qala ürəyi dayanacaqdı. Özündən gedib yerə yıxıldı. Sonra yenidən ayıldı. Özünə gəldikdə isə: Ey Rəbbim, sən pak və müqəddəssən. Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm. Rəbbi ona: Ey Musa, mən sənə verdiklərimlə və səninlə danışmağımla səni seçdim. Səni insanlardan üstün etdim. Dedi. Sonra Musa Allahın əmrləri yazılan lövhələri götürüb xalqının yanına getdi. Bu daş parçalarında müqəddəs kitab olan Tövratın ayələri yazılmışdı. Musa Sina dağına gedəndə tayfasına: Məni 40 gün gözləyərsiniz. Bu müddət ərzində Harun sizin başçınız olacaq. Onun sözündən çıxmazsınız, deyə tapşırmışdı. Musanın qayıtmasını gözləyə bilməyən insanlar şikayətə başladılar. Musa vədinə xilaf çıxdı. Bizə düzgün yol göstərən başçı lazımdır. Dedilər. Elə bu vaxt Samirə adlı bir nəfər hiyləgərliklə: Musa artıq qayıtmayacaq. Biz gərək özümüzə ilah seçək, dedi. O bilirdi ki, tayfasındakı adamların imanları zəifdir. Ona görə də hiləyə əl atdı. Cəmaatı aldadaraq qızıl əşyalarını əllərindən aldı. Əridərək öz-özünə səs çıxaran buzov düzəltdi. Samiri buzovun ağzına torpaq atan kimi o həqiqi buzov kimi böyürməyə başladı. Halbuki külək əsdiyi üçün fiqurun arxasından hava daxil olub ağzından çıxır, o da böyürürdü. Beləcə Samiri cəmaatı həmin buzovun müqəddəs olmasına inandırdı. Avam insanları buzova pərəstiş etməyə çağırdı. İnancı zəif olan adamlar Samirinin dediklərinə inanıb buzova ibadət etməyə başladılar. Harun və bir neçə nəfər onları bu yoldan döndərmək üçün çox çalışsa da xeyri olmadı. Musa Sina dağında Rəbbi ilə danışdıqda Allah ona xalqının buzova sitayiş etdiyini xəbər vermişdi. Musa səfərdən qayıdanda uzaqdan səs-küy eşitdi. Yaxınlaşdıqda gördü ki, cəmaat qızıldan düzəldilmiş buzovun ətrafında çalıb oynayır. Musa başa düşdü ki, xalqı Fironun zülmündən onları qurtaran, dənizin içindən onlara yol açan, çöldə bol və ləzzətli yeməklər verən Allaha qarşı çıxıb, Allahı unudub buzova sığınıb. Musa peyğəmbər xalqına qəzəbləndi. Qardaşı Harundan: Niyə arxamca gəlib olanlar barədə mənə xəbər vermədin? Deyə soruşduqda Harun sakitcə dedi: Mən onları bu çirkin əməllərdən çəkindirmək istəsəm də dinləmədilər. İsrail oğullarını başsız qoyduğum üçün məni qınayacağından qorxdum. Ona görə də arxanca gəlmədim. Musa peyğəmbər Samirinin buzovunu yandırıb dənizə atdı. Özünü isə qovdu. İsrail oğulları düzəltdikləri bütə buzova tapındıqları üçün peşman oldular. Musa Sina dağına gəlib xalqının bağışlanması üçün Rəbbinə yalvardı. Musa ilə bərabər Harun və tayfasından 70 kişi də Allaha yalvardı. Onlar azmış, həm tayfaları üzündən məhv olmamaları üçün Allaha tövbə etdilər. Allah onları bağışladı. Çünki Allah bağışlayandır və rəhimlidir. Musa qəzəbi soyduqdan sonra üzərində Tövrat yazılmış lövhələri götürdü və onları xalqına çatdırdı. İsrail oğulları yenə də hər şeyə şübhə ilə yanaşırdılar. Hər şeyə görə mübahisə edirdilər. Onlar Allahı görməyincə dediklərinə inanmayacaqlarını Musaya bildirdilər. Allah onların bu sözünə qəzəbləndi. Allahın əmri ilə onları ildırım vurdu və yerə sərildilər. Musa yenə də xalqı üçün Allahdan bağışlanma dilədi. Allah yenə də Musanın duasını qəbul etdi. İsrail oğulları şükür etsinlər deyə Allah onları diriltdi. İsrail oğulları ayıldıqda ildırımın vurmasına dözə bilmədikləri halda Allahı görməyə heç dözə bilməyəcəklərini anladılar. İsrail oğulları arasında çox varlı, yaşlı bir kişi var idi. Onun qardaşının oğullarından başqa heç kimi yox idi. Qardaş oğulları qoca əminin tez ölməsini istəyirdilər ki, onun mirasına sahib çıxsınlar. Bir gün oğlanlardan biri qoca əmisini öldürüb yol ayrıcına atdı.
Səhər açılanda insanlar ölən kişinin qatilini axtardılar. İsrail oğulları arasında hayküy başladı. Musanın yanına gəlib Allahdan bu barədə soruşmasını tələb etdilər. Musa Rəbbinə üz tutub hadisə haqqında soruşdu. Rəbbi Musanın xalqına inək kəsmələrini əmr etdi. Xalqa əvvəlcə Musaya inanmayıb, onları məsxərəyə qoyduğunu güman etdilər. Sonra isə inəyin görünüşü, rəngi və yaşı haqqında Musadan soruşdular. Musa xalqının bu tələblərinə görə hər dəfə Rəbbinə üz tutur və inək barədə soruşurdu. Nəhayət onlara eybi olmayan, ləkəsiz, sarı rəngli inək kəsmək əmr olundu. İsrail oğulları tələb olunan inəyi çətinliklə tapıb kəsdilər. Halbuki, əgər Allah onlara Bir inək kəsin dedikdə, deyilənə tabe olub istənilən bir inəyi kəssəydilər, bu onlara kifayət edərdi. Lakin Musanın xalqı həmişəki kimi çox sual verməklə işlərini çətinləşdirdilər. İnəyin rəngi, yaşı və görünüşü barədə soruşdular. Allah da onların işlərini çətinə saldı. Musanın əmri ilə kəsilən inəyin qanını ölən kişinin bədəninə sürtdülər. Allah ölən kişini diriltdi. O ayağa qalxdı. Musa ondan "Səni kim öldürüb?" deyə soruşdu. O, Məni qardaşım oğlu öldürüb. deyə cavab verdi. Beləcə Allah İsrail oğullarına daha bir möcüzə göstərdi. Musa peyğəmbər bir gün öz tayfasının arasında idi. Birdən ondan soruşuldu. Ey Allahın elçisi, yer üzündə səndən bilikli insan varmı? Musa belə bir adamın olmadığını söylədikdə, Rəbbi buna görə onu qınadı. Çünki Musa verilən sualın cavabında Bu haqda bilgi yalnız Allaha məxsusdur. deməli idi. Elə bu zaman Allahdan Musaya bir nida gəldi. Ey Musa, elm böyük bir nemətdir. Onu bir nəfər öyrənə bilməz. Səndən də artıq biliyi olan bir nəfər var. Musa o kəsin kim olduğunu soruşduqda Allah buyurdu. İki dənizin qovuşduğu yerdə o bilikli adamla görüşəcəksən. Zəmbilə bir balıq qoyub ora apar. Balığı itirdiyin yerdə bilik verilmiş kəsi tapacaqsan. Beləcə Musa zəmbilin içinə bir balıq qoyub, xidmətçisi Yuşa bin Nunla səfərə çıxdı. Bir qayanın yanına çatdıqda onları yuxu tutdu. Elə bu vaxt yağış yağdı, zəmbildəki balıq dirilib dənizə düşdü. Onlar yuxudan ayılıb, gecənin qalan hissəsini və bütün günü yol getdilər. Ertəsi gün səhər Musa öz xidmətçisinə "Biz öz səfərimizdə lap əldən düşdük. Nahar yeməyimizi gətir," dedi. Xidmətçisi Gördünmü? Biz qayaya sığındığımız zaman mən balığı unutdum. Onu xatırlamağı mənə məhz şeytan unutturdu. O da qeyri-adi bir şəkildə dənizə girib getmişdir. Musa axtardığı yerin qayanın yanı olduğunu anladı. Onlar öz ləpirləri ilə geri qayıtdılar. Həmin yerə çatdıqda orada nurani bir kişi gördülər. Musa kişiyə salam verdi. O dedi: Sən İsrail oğullarının peyğəmbəri Musasan? Musa: "Bəli," dedi. Musa qarşısındakının həmin o bilikli şəxs Xızır olduğunu artıq anlamışdı. Musa Xızıra: "Mənə bildiklərini öyrət. Səninlə bərabər yol getməyimə icazə ver." Doğrusu, sən mənim yanımda səbr edə bilməzsən. Axı sən səbəbini bilmədiyin bir şeyə necə səbr edə bilərsən? Əgər mənə tabe olacaqsansa, özüm sənə bir xəbər bildirməyincə məndən heç bir şey haqqında soruşma. Söylədi. Musa: "İnşallah sən mənim səbirli olduğumu görəcəksən. Sənin işlərinə qarşı çıxmayacağam." Beləcə Musa ilə Xızır yola düşdülər. Gəmiləri olmadığı üçün onlar dənizin sahili ilə piyada getməyə başladılar. Birdən bir gəmiyə rast gəldilər. Gəmidəkilərdən onları da gəmiyə götürmələrini xahiş etdilər. Gəmi ilə getdikləri zaman Xızır göyərtədən bir taxtanı qopardı. Musa narahat halda: "Sən nə edirsən? Gəminin batmasını istəyirsən? Onlar ki yaxşılıq edib bizi gəmiyə götürmüşdülər. Həqiqətən sən pis bir iş gördün." Mən demədimmi ki, sən mənim yanımda səbr edə bilməzsən? dedi. Musa vədini unutduğu üçün çox utandı.
Gəmi limana yaxınlaşdıqda düşdülər. Yenə yola düzəldilər. Nəhayət bir oğlan uşağı ilə rastlaşdıqda Xızır onu öldürdü. Musa dedi: "Heç kimi öldürməmiş tərtəmiz bir cana mı qəsd etdin? Həqiqətən sən çox pis bir iş gördün." Xızır dedi: Sənə demədimmi ki, mənim yanımda səbr edə bilməzsən? Musa və Xızır yollarına davam edib bir kəndə çatdılar. Nə yeməkləri, nə də pulları var idi. Çox acmışdılar. Kəndlilərdən yeməyə bir şey istədilər. Amma heç kəs onlara pulsuz bir şey vermədi. Çarəsiz halda yollarına davam etdilər. Qarşılarına əyri və divarları az qala yıxılan bir ev çıxdı. Xızır tez torpaq gətirib su ilə qarışdırdı, palçıq hazırladı. Musa ilə birlikdə divarı düzəltdilər. Musa yenə dayana bilmədi. Dedi: "Əgər istəsəydin, əlbəttə onun müqabilində bir muz dalardın." Xızır gülümsəyərək: Bu mənimlə sənin aranda ayrılıqdır. Səbr edə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm. Deşdiyim gəmi barədə deyim ki, həmin gəmi dəniz ticarəti ilə məşğul olan bir neçə kasıbın idi. Gedəcəkləri limanda yaxşı gəmiləri zorla sahiblərindən alan bir zalım hökmdar var idi. Ona görə gəmini deşdim ki, köhnə kimi görünsün. Kasıblar ziyandan qurtarsın. Oğlan uşağına gəldikdə isə onun ata-anası mömin idilər. Biz uşağın böyüyəndə valideynlərini azğınlığa və küfrə sövq etməsindən qorxduq və Rəbbinin onun əvəzində onlara daha təmiz və daha mərhəmətli bir övlad verməsini istədik. Əyilməkdə olan divarı düzəltdiyim ev isə kənddə yaşayan 2 yetim uşağın idi. Divar altında atalarına aid qızıl xəzinəsi var idi. Xəzinəni uşaqlar həddi buluğa çatandan sonra götürməlidirlər. Əgər divarı düzəltməsəydim, o uçacaq və xəzinədən hər kəs xəbər tutacaqdı. Mən bunları öz ixtiyarımla etmirdim. Sənin səbr edə bilmədiyin şeylərin yozumu budur. Musa peyğəmbər Xızırdan çox şey öyrəndi. Onu tanıdığı üçün Rəbbinə şükür etdi. İsrail oğullarından bir nəfər ulağı ilə birlikdə uçub dağılmış, xaraba qalmış bir kənddən keçirdi. Orada heç kəs yox idi. Adam öz-özünə dedi: Görəsən Allah vaxtı ilə burada yaşayan insanları necə dirildəcəkdir? Adam Allahın insanları dirildəcəyinə şübhə edirdi. Allah ölüləri necə dirildəcəyini göstərmək üçün adamın və ulağının canını aldı və onlar öldülər. Adam və ulağı 100 il ölmüş halda həmin yerdə qaldılar. Sonra Allah adamı dirildib olduğu yerdə nə qədər qaldığını soruşdu. Həmin adam bir gün qaldığını söylədikdə Allah ona 100 il ölü halda qaldığını bildirdi. Allah ona yemək içməyini göstərdi. Yemək içmək təzə qalmışdı. Sonra Allah ona ulağını göstərdi. Adam ulağının sürsümük olduğunu gördü. Kişinin gözləri qarşısında ulaq canlanıb əvvəlki halına qayıtdı. Heyrətdən özünü itirən adam Allahın insanları öldükdən sonra dirildə biləcəyinə inandı.